Dəvə yunu isti maykalarımız gəldi. Həm xanımlar üçün də, həm bəylər üçün də. Əsl bu qışın dərmanı olacaq sizin üçün. Hələ qoltuğunun altının uzunluğuna baxın. Tam qoltuğunun altını isti saxlayacaq. Kürəkdir, kürəyin aşağısını isti saxlayır. Hələ uzunluğuna baxın. Tam uzun modeldir. Sayları az qalıb. Bu mənim geyindiyim ən kiçik ölçüsüdür. Bunun böyük bədənlər üçün də, orta bədənlər üçün də, xanımlar və bəylər üçün də keçərlidir. Böyük bədən, orta bədən, kiçik bədən razmerləri var. Hal-hazırda endirimdədir. Bax, soyuqda revmatizma ayaqdadır. Bax, belə ağrıyanlar, beli üşüyənlər, tez üşüyənlər, qolu üşüyənlər, belə deyil, üst hissəsi hər tərəfi üşüyənlər üçün məsləhətlidir. Mayka da amma bildiyiniz isti kaşmir maykalardandır. Bunu mayka əvəzi də geyinə bilərsiniz, maykanın üstündən də geyinə bilərsiniz. Əsas odur ki, qışda sizi isti saxlayacaq. Bir var ki, 4-5 dənə isti məhsul geyinirsiniz. Bir də var ki, bir dənə isti geyinirsiniz, üstünə nəsə geyinirsiniz. Bəs salın. Amma deyim ki, sayı həddindən artıq azdır. Sifariş etməyə tələsin, belə deyək. Sifariş etmək istəyənlər bu videonun altındakı WhatsApp nömrəmizi yazıb sifariş edə bilərsiniz. Metrolara da, ünvana da, rayonlara da çatdırılmamız var. Hələ uzunluğuna baxın. Bir çoxları bunların, üzr istəyirəm, göbəyə qədər gəlir. Onlar qısa saxlayır da, aşağı tərəfi isti saxlamır sizin üçün. Bu model uzundur. Həm xanımlar üçün, həm bəylər üçün məsləhətdir. Yəni ki, tam uzun, hər tərəfli isti saxlayacaq sizi. Hər yerə çatdırılmamız var. Mağaza yoxdur, onlayn satışdır. Hansı məhsulu istəyirsə, ya şəklini, ya videosunu çəkirsiniz. Bu videonun altındakı WhatsApp nömrəmizi atıb sifariş edə bilərsiniz. Bir də bu markaların, baxın, belə uzun qolluları da var. Onun da sayı azdır ha, bax. Yəni onu da vaxtında sifariş eləyin. Çünki bunların sayı həddindən artıq azdır. Paylaşım eləyən kimi dərhal demək olar ki, bitəcək. Bəli. Ona görə çalışın, vaxtında sifariş eləyin. Ümumiyyətcə videonu sola sürüşdürsəz, bax bu isti maykaların qollusu da var, qolsuzu da var, ipi naziyi də var, ipi qalını da var. Daha sonra belliyi var, dizliyi. Dəvə yunu belliyi var. Bax, dəvə yunu belə belliklərimiz var. Bütün var, cırt-cırtlı olan var, dizliklər var, kəmərdən olan. Onların hamısı paylaşmışıq, hə, deyəsən. Bəli, paylaşılıb. Videonu sola sürüşdürüb rahat görə bilərsiniz. Bütün məlumatları verdim. Soruşsanız bəs o paylaşımları necə görə videonu sola sürüşdürün.